Silahlı Qüvvələr Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gündə vətənimizin keşiyində dayanan, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan bütün hərbi qulluqçularımıza, veteranlarımıza dərin ehtiramımı bildirirəm. Azərbaycan ordusu, xalqımızın qüruru, gücü və dayaq nöqtəsidir. Ordumuzun hər bir əskəri və zabiti, şəhidlərimizin müqəddəs xatirəsi daim qəlbimizdədir. Qoy hər zaman ölkəmizdə sülh, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün. Azərbaycan əskərinə və ordumuza uğur. Bayramınız mübarək.